4 yanvar 2026-cı il saat 14:00 -2 dərəcə şaxta. Şamaxı Şərədir Kəd yolu meşə zolağında yerləşdiyi üçün yolun qardan və buzdan təmizlənməsi gec əmələ gəlir. Hal-hazırda 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti yolu qardan təmizləyir. Yola qum duz məhlulu səpir. Sahə rəisi Şahin Rəcəbov. ...4 yanvar 2026-cı il saat 12:20 -1 dərəcə şaxta. Şamaxı Çuxuryurt Nağarıxana yollarında gecə saatlarında əsən külək nəticəsində yolda qar kütlələri topalanmışdır və buzlanma əmələ gəlmişdir. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası vasitəsilə yol qardan təmizlənir və yola qum duz məhlulu səpilir. Sahə rəisi Şahin Rəcəbov.